Salam, hörmətli izləyicilər. Mən hüquqşünas Zaur Seyidzadə. Bugünkü videoda işləyənlərə, müharibə veteranlarına, əlilliyi olan şəxslərə bir neçə şart xəbər çatdırmaq istəyirəm. Zəhmət olmasa videoyu sona qədər baxın ki, sizə hər şey aydın olsun ki, söhbət nədən gedir. Düzdür, mən videonun bir qismini short kimi YouTube kanalına qoyuram, amma orada qısa o. Amma orada videonun adını yazıram ki, yəni siz girib baxarsınız tam video, hörmətli izləyicilər. Hər bir də ona görə videonu bəyənin ki, mən hüquqşünas Zaur Seyidzadə əlilli şəxs kimi və hüquqşünas kimi eyni zamanda yerdə əlil təşkilatının rəhbəri kimi dünyanın 40 tanınmış əlilləri haqqında kitab hazırlamışam, araşdırma aparmışam. Maraqlı bir motivasiya kitabıdır, 20 manat satıram. Qoy hamı bilsin. Bundan başqa özün əlil arabasında olduğuma görə əlillərim, sonra evdən çıxa bilməyən şəxslərim vəziyyətini başa düşərək telefonla onlayn hüquqi məsləhətlər verirəm. Eyni zamanda ərizələri də yazıb e-mail, WhatsApp ünvanına göndərirəm. Eyni zamanda əyani də məsləhət verirəm. Hörmətli izləyicilər. Hüquqi məsləhətin verilməsi YouTube kanalına abunə olan şəxslər üçün 10 manatdır. Zəhmət olmasa videonu bəyənin, qoy hamı bilsin. Bundan əvvəl onu qeyd edin ki, şortla birlikdə mənim 1700-dən artıq videolarım var. İstər sosial yardımdan bağlı olsun, istər pensiyadan bağlı olsun, istər vərəsə ilə bağlı olsun, digər məsələ ilə bağlı olsun. Var, tanış ola bilirsiniz. Hörmətli izləyicilər. Bir də kim video baxıb fayda götürürsə, birinci növbədə dəstək üçün videonu bəyənsin, kanala abunə olsun. İmkan daxilində də qeyd olunan kart nömrəsinə iyanə etsin. 1 manat, 5 manat, 10 manat, kim gücü nəyə çatırsa, hörmətli izləyicilər, dəstək üçün. Təşəkkür edirəm əvvəlcədən. Və keçək şart xəbərə. Birinci şart xəbər müqavilədən işləyənlərə aiddir. Artıq siz məzuniyyət pulu, yəni obska pulu əmək haqqından azalmayacaqsınız. Qanun qəbul olunan parlamentdəki minimum, yəni axırıncı ayın nə qədər maaş almışsınızsa, həmin maaşa uyğun sizə məzuniyyət pulu versinlər, yəni obska pulu. Bir şart xəbər ondan ibarət. İkinci şart xəbər ondan ibarətdir ki, Qarabağ veteranlarına və müharibədə iştirak edən şəxslərə minimum məzuniyyət 46 gün azı olmamaqdır. Yəni çox ola bilər, az ola bilməz. Qanunvericidə dəyişir. O ki, qaldı əlillərə bağlı şart xəbər. Mən hesab edirəm ki, bu daha böyük şart xəbərdir. Özüm də əlil arabasında olduğuma görə bu xəbər sevinirəm. Deməli, parlament qanun qəbul edirlər ki, distant, yəni evdən oturaraq işləyə bilərik. Çox yerdə əlil